Şrimad Bhagavatam 2. Nəğmə 5. başlıq 25. beyt. Tamasat, yalancı egonun tamasat, yalancı egonun zülmətindən. Tamasat, yalancı egonun zülmətindən. Api, əlbəttə ki, Bhutade, maddi elementlər, vikurvanat, transformasiya nəticəsində, abhut, təzahür edib, nabha, səma, tasya, onu, matra, incə forma, gunaha, keyfiyyət, şabdaha, səs, lingam, xasiyyəti, yata, necə, drashtri, müşahidəçi, drishyayo, müşahidə olunan, tamasada vibhutadir vikurvanada bhunnabhaha tasya matra gunah shabdo lingam yad drishyayo. Tamasad abhibhutadir vikurvanada bhunnabha tasya matra guna shabdo lingam yad drishyayo. Tamasad abhibhutadir vikurvanada bhunnabha tasya matra guna shabdo lingam yad drishyayo. Он Илахи Мухаммад Абхай Чарам Бхактивиданта Свами Шила Прабхупадану Тхакина Сивида. Из тьмы ложного эго возникает первый из 5 элементов – небо. Его тонкая форма – звук, который связан с ним так же, как объект наблюдения с наблюдателем. Из тьмы ложного эго возникает первый из 5 элементов – небо. Его тонкая форма – звук, который связан с ним так же, как объект наблюдения с nablüdəti. Yalançı egonun zülmətindən 5 elementdən biri olan səma yaranır. Onun incə forması səsdir. Və səs səma ilə müşahidə olunan və müşahidəçinin arasında olduğu münasibət kimi münasibətə malikdir. Yalançı egonun zülmətindən 5 elementdən biri olan səma yaranır. Onun incə forması səsdir, hansı ki onunla müşahidəçi ilə müşahidə olunan arasında əlaqə olan kimi əlaqəsi var. Səma müşahidə olunandır, səs də müşahidə edən. İzahı. 5 элементов неба, воздух, огонь, вода и земля. Не что иное, как различные проявления тьмы ложного эго. Это значит, что ложное эго в Махаттатве, совокупной материальной энергии, является порождением пограничной энергии Господа. И это ложное эгоистическое стремление господствовать над материальным творением, в свою очередь, порождает материальные элементы, необходимые для иллюзорных наслаждений живого существа. Являясь наслаждающимся, живое существо фактически господствует над материальным элементом, однако за всем этим стоит Верховный Господь. На самом деле, никто, кроме Господа, не имеет права назваться наслаждающимся, но находящееся в иллюзии живое существо хочет само стать наслаждающимся. Это желание порождает ложное эго. Когда у сбитого с толку живого существа появляется такое желание, по воле Господа возникают призрачные элементы, и живое существо получает возможность гоняться за ними, как за миражом в пустыне. Принято считать, что сначала создается тан-мантра, звук, а затем уже небо. И данный стих подтверждает это, но по сути дела звук является тонкой формой неба. И между ними такая же разница, как между наблюдателем и объектом наблюдения. Звук является образом реального объекта.
Поскольку звук, возникающий при описании какого-либо объекта, дает представление о том, как этот объект выглядит. Следовательно, звук представляет собой тонкую форму объекта. Аналогично этому звуковой образ Господа по своему качеству не отличен от полного реального образа Господа, который могли лицезреть Васудева и Махараджи Дашаратха. Отцы Господа Кришны и Господа Рама. Звуковой образ Господа не отличен от самого Господа, поскольку и Господь, и его проявления в звуке суть абсолютное знание. Господь Чайтанья объяснил, что святое имя Господа, в его звуковой образ вложены все энергии Господа. Таким образом, когда чистый преданный произносит чистую вибрацию звукового образа его святого имени, он ощущает блаженство общения с Господом, и перед ним тотчас возникает образ Господа. Поэтому чистый преданный ни на мгновение не расстается с Господом. Следовательно, если мы хотим постоянно общаться с Верховным Господом, то по совету шастры должны все время повторять святое имя Господа. Харе Кришна, Харе Кришна. Кришна, Кришна, Харе Харе. Харе Рама, Харе Рама, 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 Харе Харе. Тот, кто может подобным образом общаться с Господом, несомненно вырвется из тьмы сотворенного мира, являющейся порождением ложного эго. Тамасима Чутиркама. Тамасада Бибхутадер Викурванада Бхуннабха Тасya Мантра Гуна Шабдо Лингам Ят Драштры Дришяю. Yalancı eqanın zülmətindən 5 elementdən biri olan səma yaranır, hansının ki incə forması səsdir və səs səma ilə müşahidə olunanla müşahidə edən arasındakı münasibətdir. Oma Gyana Timirandasi Gyananjana Shalakaya Chakshurun Militam Yena Tasmai Shri Gurave Namaha Vanchakalpatarubhyascha Kripasindubhayavacha Patitanam Pavanyabhyo Vaishnavabhyo Namo Namaha. Jai Shri Krishna Chaitanya Prabhu Nityananda Shri Advaita Gadadhari Shri Vasadi Gaura Bhakta Vrinda. Hare Krishna 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 Hare Hare. Hare Rama 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 Hare Hare. Şrimad Bhagavatamın bu beyti başlığın adı adlanır bütün səbəblərin səbəbkarı. Bütün səbəblərin səbəbkarı. Şrimad Bhagavatam indi bu saat oxuduğumuz beyti demək olar ki, dünyanın yaranışının, dünya necə yaradılıb? Maddi dünya. Dünyanın yaranışının elmi izahını buradan görmək olar. Dünyanın yaranışının elmi izahı. Sən çox elə materialist düşüncəli insanlar var ki, ruhi təbiəti başa düşə bilmirlər, yəni qəbul edə bilmirlər. Gözə görünməz, dərk olunmaz. Ona görə onlar ilahi müqəddəs kitabların vasitəçiliyi ilə dünyanın yaranışının təsvirini qəbul edə bilmirlər. Mesela bu beyt, indi bu saat oxuduğumuz beyt və buna qədərki beytlər, bundan sonraki beytlərdə fizikanın elmin dərinliyindən başı çıxan insanlar buradan Tanrının dünyanın necə yaratdığını, müqəddəs kitabların dünyanın necə yaradılsını, təsvirinin elmi əsaslarını görüb tuta bilirlər. Burada dünyanın yaranışının elmi əsasları var. Bu beytdə. Və o sadəcə olaraq tələb edir ki, bəzi elementlərin xarakteri araşdırılsın. Məsəl üçün, səma adlı elementin, efir adlı elementin, səs adlı elementin xarakteri araşdırılsın. O elementlərin xarakteri araşdırılarsa, metafizika nöqteyi nəzərindən. Metafizika, yəni toxunulan, görülən, durulan, hiss olunan materiyadan yüksək.
ondan yüksək. Belə bir elm var. Materialistlərdə belə bir elm var, adı metafizik. Yəni o görünən, toxunulan, duyulan materiyadan yüksəkdə duran fizika. Metafizika. Burada bu beyt belə bir metafizik xarakterlidir. Əslində transendentaldır, amma ki metafizikadan başa çıxanlar, metafizikanın nə olduğunu anlaya bilənlər bu beytlərin vasitəsilə müqəddəs kitabların Tanrının dünyanı necə yaratdığını elmini buradan başa düşə bilərlər. Buradan başa düşürlər. Deyir ki, çox asanlıqla görmək olur ki, bu dünyada zamanın hökmü altında olmasına baxmayaraq, hər bir şeyin zamanın hökmü altında olmasına baxmayaraq, məsəl üçün, dünyanın məşhur dahiləri, məşhur alimləri, səmimi platformada bərqərar olmuş böyük şəxsiyyətləri, onlar çox gözəl görürlər ki, zamanla qiymətli işinə yoxdur. Onlar deyirlər ki, ən qiymətli şey zamandır. Ki, nəyi ki, geri qaytarmaq mümkün deyil. Hər şeyi geri qaytarmaq olsa da zamanı geri qaytarmaq olmur. Ona görə də dahilər deyirlər ki, vaxtının qədrini bilir. İndi zamanın hökmü altında hər bir şeyin dağıdıldığını, hər bir şeyin zamanın qarşısında aciz olduğunu, boynunu alıb, dərk edib, görə bilən insan, o görür ki, bu müvəqqəti həyatında həyata keçirməyə can atdığı bütün planlarında sadəcə olaraq məyusluqla qutarır. Ən böyük məyusluq da ondadır ki, o nə plan qurursa, nə düşünürsə, nə yaratmağa çalışırsa, bunların hamısının zaman adlı faktor, nöqtə qurur. Və bu zamanla bacarır. Baxmayaraq ki, Einsteynin nisbilik nəzəriyyəsində vardı ki, böyük sürətlərdə zamanla nə baş verir? Böyük sürətlərdə demək olar ki, zaman dayanır. Amma bu hələ o deməkdir ki, zaman üzərində hakimiyyətə malik olmuşuq. Zaman üzərində heç kim hakimiyyətə malik deyil. Və eyni zamanda da hər bir şeyin çox yüksək nizam intizama tabi olduğu bu səmimi dərrakəli elm adamı üçün işarə verməlidir ki, hər şeyin arxasında dərrakə durur. Haradasa bir nizam intizam varsa, deməli orada dərrakə var. Dərrakə olmayan yerdə nizam intizam yoxdur. Düzülüş var, nizam intizam var, bir-birinin ardıcıllıq var. Çox güclü, qarşılıqlı münasibət var kainatda. Hər bir şeydə haranı diqqətlə müşahidə eləsək, görəcək orada nə qədər güclü nizam intizam var, nə qədər güclü harmoniya var. Ancaq insan müdaxilə elədiyi yerlərdə bu harmoniyanı pozur. Amma insan özünün cəhaləti ilə müdaxilə eləmədiyi hər bir yerdə çox güclü nizam intizam və harmoniya var. Bu çox sadə bir məntiqdir ki, nizam intizam və harmoniya dərrakə olan yerdədir. Haradasa dərrakə var və o bu nizam intizamı harmoniyanın arxasında müəyyən məqsəd güdür, müəyyən bir iradəsi var. Ona görə də deyilir ki, bizim uçub dağılmaqda, sökülüb tökülməkdə olan ümidlərimizin arxasında bizim düzgün olmayan arzularımızdır. Təbiətimizə xas olmayan arzularımızdır. Əgər insan görürsə ki, onun arzuları, ümidləri puç olur, altı üst ölür, dağılır, xəstəlik, qocalıq, ölüm, hər şeyə nöqtə qoyur, əlindən alır. Buradan insan özü üçün məntiqlə çıxartmalıdır ki, onun can atdığı hər bir şeyin arxasında, qrup yaratmaq istədiyi can atdığı hər bir şeyin arxasında onun müəyyən planları və planların arxasında nə durur? Planların arxasında nə durur? İstəklər və arzular. İstəklər, arzular, planlar, səylər, həyata keçirilmiş şeylər məyusluqla bitirsə, deməli bu başdan zəhərlidir. Hardan? Arzulardan.
Arzulardan zəhərlidir bu. Bu zəhər arzulardan gəlir. Balıq başdan iylənir. Arzular, istəklər, planlar, səylər, həyata keçirmələr və bunların hamısı sonu insanın məyusluğu ilə bitirsə və yaxud insanın çox xoşa gəlməz keyfiyyətləri inkişaf elətdirməyinə, insanla insan arasında arzu olunan münasibətlərin pozulması ilə bitirsə, bu o deməkdir ki, balıq başdan iylənir. Başda zəhər var. Baş haraydı? Arzularıdır. Arzular istəklər. İnsanları plan qurmağa nə qadir verir? Bunların arzular istəklər. Plan qurulandan sonra səylər baş vermir. Səylər. Fəaliyyət başlayır. Və bunlar hamısı insanı məyus eləyirsə, nə ilə? Məyus eləyir ki, o istədiyini ala bilmir. Bu istədiyini ala bilmir. Bu baxır ki, nəsə çatışmır. Hər dəfə nəsə çatışmır. Həmsə nəsə çatışmır. Qeyri-məmnun qalır. Qeyri-məmnuna sübut nə olur? Onda mənfi keyfiyyətlər inkişaf edir. İnsanda mənfi keyfiyyətlər inkişaf eləməyi, pis vərdişlər inkişaf eləməyi, başqalarının münasibətlərin dağılmağı, hər bir şeyə istismarçı münasibətin inkişaf eləməyi, bu deməkdir ki, insan məmnun deyil. İnsan xoşbəxt deyil. Deyir ki, xoşbəxtliyin ən güclü təzahüründən biri də o, bilsən nədir? İnsanın daxilində həqiqətən xoşbəxt olmanın bir təzahürü də bilirsən nədir? Hə? Heç bir vəclə o nəyisə, kiməsə sübut eləməyə çalışır. Tamamilə. Onun canında kiməsə, nəyisə sübut eləmək yoxdur. Bu deməkdir ki, insan xoşbəxt. Amma kimsə nəyisə dayanmadan sübut eləməyə çalışsa, bu deməkdir ki, xoşbəxt deyil, məmnun deyil. Sübut eləməyə çalışmamaq meyli var insan içində. Heç nəyə, heç kimə sübut eləməyə çalışmır. Bu deməkdir ki, o insan xoşbəxt, məmnundur. Amma biz görürük ki, dayanmadan materialistlər sübut eləməyə çalışırlar ki, Allah yoxdur. Dayanmadan, gecə-gündüz fəaliyyətləri ilə sübut eləməyə çalışırlar ki, Allah yoxdur. Utopiyadır. Ruh yoxdur, Allah yoxdur. Ölümdən sonra həyat yoxdur. Cənnət, cəhənnəm boş söhbətdir. Dayanmadan sübut eləməyə çalışırlar hər vəclə. Bu məntiqi nədir? Yəni ki, xoşbəxt deyirlər. Ona görə məmnun deyirlər. Çünki həqiqi məmnun olan, xoşbəxt olan insan heç vaxt, heç kimə nəyisə sübut eləməyə çalışır. Ona görə böyük möminlər, babacilər oturublar o müqəddəs yerlərdə. Otururlar, Tanrı müqəddəs adlarını tərənnüm edir. Heç ara getmirlər, heç kimə nəyisə sübut eləməyə çalışmırlar. Yahu yoqilər, oturublar Himalayda. Heç düşmürlər bu dünya. Orada oturublar öz aləmlərində. Məmnun da xoşbəxtdir. O deyir, mən bunu niyə gedim, pozum gedim kiməsə nəyisə sübut eləməyə? Bəli. Ona görə də deməli arzuda zəhər var. Zəhər arzuda, istəkdədir. Ki, sonra o zəhərli planlar qoyur. Zəhərli planlardan da bütün səylərin hamısı zəhərli çıxır. Zəhərlənir. Fəaliyyət zəhərlənir. Onun nəticəsi də onun həyata keçirən özün zəhərlənir. Əgər mən deyir, belə bir söz var, Azərbaycanda belə bir atalar söz var, deyir ki, qonşuya quyu qazanın, özü düşər, etmək edərlər. Məsəl üçün, mən səni zəhərləmək istəyirəm. Bir stəkan gövhər düzəldirəm, başdan ona zəhər atıram. Başa düşünürəm. Ki, gətirin, verim səni zəhərləsin. Amma həyat elədir ki, ədalət elə prinsip elə qurulub ki, sonunda bu gövhəri mənim özümə içirdirlər. Onu özüm düzəltmişdim başqaları üçün, özüm içdim, özüm də zəhərləndim. Belə şey çox olur həyatda, düzdür. Ona görə də bu buna bənzəyir. Arzular zəhərlədirsə, planlar da zəhərlidir. Planlar zəhərlidirsə, səylər də zəhərlidir. Səy zəhərlidirsə, fəaliyyət özü zəhərlənir. Zəhərlənmiş fəaliyyətdən zəhərli nəticələr çıxır ki, insanlar o nəticələri məcburi udanda onlar zəhərlənirlər. Nə ilə zəhərlənirlər? İnsanlar nə ilə zəhərlənir? İnsanlar depresiya ilə zəhərlənir. Depresiya zəhərlənmiş fəaliyyətin nəticəsidir. Zəhərlənmiş fəaliyyət, zəhərlənmiş səylərin nəticəsidir.
Zəhərlənmiş səylər, zəhərlənmiş planların nəticəsidir. Zəhərlənmiş planlar, zəhərlənmiş arzuların nəticəsidir. Arzulamaq ruhun keyfiyyətidir. O arzulamasa yaşaya bilməz. O onun keyfiyyətidir. O onun deyirlər, ayrılmaz hissəsidir. Amma o ruhi oldu, ruhi arzulamaq əvəzinə, cismani arzulayanda zəhərlənir. Maddəni arzulayanda zəhərlənir. Amma o maddəni arzulamaqda davam edirsən, indi yaranış prosesini mən sizə izah edirəm. Amma o maddəni arzulamaqda davam edirsən, yəni özünü zəhərləməkdə davam edirsən, ona həmən bu zəhəri həzm eləmək üçün bir müddət, ona bir dənə enerji verilir Tanrı tərəfindən. Onun adı egoizmdir, yalancı ego. Yalancı ego. O onu məcbur edir ki, bu maddə ilə özünü eyniləşdirsin. Ki, o maddədən müvəqqəti dolmuş olsun, həzz alsın. Və onun üzərində hökmranlıq həyata keçirsin. Çünki zəhərli arzular nə idi? Zəhərli arzular oldu ki, mən həzz alamam, mənə nəsə məxsusdur burada. Mən Tanrıyam, mən Allaham. Ona görə də insanların hamısı burada öldüyü bir günə qədər maksimum çalışır ki, nəyisə qapazdasın və desin mənimdir. Üzərində ağalıq eləməyə çalışsın. Bu ev mənimdir, bu maşın mənimdir, bu milyon mənimdir, bu torpaq mənimdir, bu filan mənimdir deyir. Sonra dap bir dənə vururlar, ölür, bastırırlar elə ora. Deyirlər, sonra ondan soruşurlar, indi nədir sənin? İndi sənin nəyin var? İndi nə sənindir? Öz bədənin heç sənindir. Amma bu ayırtmır cəhalətdə olan insanlar. Cəhalətin gücü o qədər güclüdür ki, bu şeylər insanlara ayırtmır. Niçin? Bilsən niyə? Çünki insan mənfi keyfiyyətlər inkişaf elətdirəndə onların köləsi olur. Onların təsir altından çıxa bilir. İnsan mənfi keyfiyyətlər inkişaf elətdirəndə o onların köləsi olur. Necə ki, siqaret çəkən insan siqaretin köləsi olur. Ət yiyən insan ətin köləsidir. Araq içən insan arağın köləsi. Narkoman narkotikin köləsidir. Milyonçu milyonun köləsidir. O pullarını ağalıq eləmir ki. Pulları onun üzərində ağalıq edir. Xəbəri yoxdur. Bu ne üçün? Pis keyfiyyət mütləq insanın üzərində hökmranlıq. Kölə olursun. Buna görədir insanlar təkrar olan şeylərə diqqət edib bunları başa düşə bilmirlər. Onlardan bir nəticə hasil edə bilmirlər. Deyir ki, sallaxananın qarşısında sırayla düzülmüş qoyunlar görə bilmirlər ki, qabaqda bilinir kəsirlər. Bunlar burada ot yiyirlər, sekslə məşğul olurlar. Amma hiss elə bilmir, qoyun da hiss elə bilmir ki, 5 dənə qoyundan sonra o çeyrət növbə mənimdir. Başımı kəsəcəklər. Bu sadəcə burada yiyir, ot yiyir, sekslə məşğul olur dişi ilə. Bax. Buna görə, bu ne üçün? Çünki qoyundur. Başı işləmir. Qoyunun başı işləmir. İndi bu təhqir gəlməsin, bu şeydir, bu başa düşmək üçün bir müqayisədir. Bu nümunəni Şila Prabhupada çəkir. Nahaq Krishna Şuri cənnətin banisi. Mən sadəcə olaraq təkrar edirəm. İndi yaranış bu cürdür. Əgər canlı varlıq özünün bax bu iddialarında davam edirsə, zəhərli arzularında, hansı arzularında? Mən həzz almaq istəyirəm, mən ağalıq eləmək istəyirəm. Mən həzz almaq istəyirəm, mən ağalıq eləmək istəyirəm və mən öz tərəfdaşlarımın sayını artırmaq istəyirəm. Bu işlərində öz tərəfdaşlarımın sayını artırmaq istəyirəm. Azərbaycanlı atalar sözünə tərdir, cəhənnəmə gedən özünə yoldaş axtarır. Öz tərəfdaşları. Yəni insan zəhərli arzuları ilə yaşayır, sonra da öz tərəfdarlarını artırır. Başlayır bunu təbliğ eləməyə, başlayır yaymağa. Tərəfdarlarını artır da cəhənnəmə tək getmək maraqlı deyil. Onda ona yalancı ego verilir, yalancı ego deyilir. Əgər o özünün zəhərli arzuları ilə yaşamaqda davam edirsə, ona yalancı ego adında bir şey verirlər ki, yalancı ego enerjisi Tanrının. O ruhi canı məcbur eləyir ki, özünün həqiqi, real təbiətini unutsun, əvəzində ona, onun əksində olan təbiətdə bir enerji verilir, maddə, materiya, mahattatva. O materiyanın tərkib hissəsi 3 qunadır. Ehtiras, cəhalət, xeyirxahlıq ki,
Onlar insanı maddi, materiya ilə qarşılıqlı münasibətlərə girməyə vadar edirlər. Maddə ilə. Maddə ilə ruhi canın qarşılıqlı münasibətindən nə təzahür edir? Maddi elementlə, materiya ilə ruhi canın arasında hansı enerji təzahür edir? Karma, fəaliyyət. Fəaliyyət ruhi canın maddə ilə münasibətindən törür. Ruhi can maddə ilə münasibətə girəndə fəaliyyət adında faktor törür. O fəaliyyət də kölə eləyir ruhi canı nə ilə? O fəaliyyət asılıdır xarakterindən. O nətər xarakterli fəaliyyətdir? Yaxşı fəaliyyətdir, pis fəaliyyətdir. Özünün və başqalarına əksinə olan fəaliyyətdir. Özünün və başqalarına xeyrinə olan fəaliyyətdir. Tanrını razı salan fəaliyyətdir, yoxsa narazı salan fəaliyyətdir. Bundan asılı olaraq o fəaliyyət başlayır nələr verməyə? Nəticələr verməyə. Və bu nəticələr xəstəliyinə məhəl qoymayıb, yaşamaqda davam edən insanın xəstəlikləri arta getdiyi kimi, bu fəaliyyətdə canlı varlığı cəhalətə aparır. Məsəl üçün, xəstəliyinə məhəl qoymayan insanla nə baş verir? O xəstəlikdən başqa xəstəlik yaranır. Onu da müalicə eləməyəndə ondan başqa bir yaranır. Və hər növbəti xəstəlik əvvəlkilərdən olmur, ağır. Düzdür? Ona görə də həkimlər həmişə istoriya bolezni, xəstəliyin tarixini öyrənməyə çalışırlar. Bu karma qanunu fəaliyyətdə belədir ki, insan bu fəaliyyətini dayandırmasa, bu fəaliyyətdən təzə başqa biri çıxır. Hər dəfədə bu təzə çıxanlar canlı varlığı daha da dərin cəhalətə qata gedir, aparır. Ora qədər ki, o həşərat bədəni alır. Həşərat olur. O boyda canlı varlıq, Tanrı ilə məhəbbət münasibətləri, o boyda ruhi dünyadan gəlib, maddi dünyada həşərat olur, qarışqa olur, milçək olur, hörümçək olur, bit olur, virus olur, bakteri olur. Bu nədir? Bu, həmən bu fəaliyyət vasitəsilə özlü cəhalətin dərinliyidir. Canlı varlıq özünün şuurundan məhrum olur. Şuurundan məhrum olur. Nə olur? Şuursuz. Ona görə məsələn heyvanlara deyirlər şuursuzdur. Ağaclara deyirlər şuursuzdur. Nədir? Şuursuz deyirlər. Şuursuz canlılar. İnsana deyirlər şuursuz. Məsələn, cavan uşağa deyirlər beşüyür. Yaşlılar deyirlər, beşüyür oğul. Beşuur oğul. Eşitməmisiz biləsiniz. Beşuur deyirlər, beşuur deməkdir. Beşuur, yəni şuursuzdur. Ey beşuur oğul, ey beşuur evlad. Beşuur, yəni şuursuz demək. Beşuur nə deyirlər? Sanki insan başını işlədə bilmir. Küddür. Belə adama deyirlər beşuur. Beşuur oğul. Beşuur şuursuz demək. İnsan nə qədər çox cəhalətə qapılırsa, o qədər beşuur olur. Şuurunu itirir. Şuurundan məhrum olur. Hansı şuurundan? Ruhi şuurundan. Bu 5 element yaranır. 5 element verir. Yalançı ego bu 5 elementi təqdim edir. 5 elementdən yaranır bizim cismimiz. Hansı? Od, su, hava, torpaq, efir. Od, su, hava, torpaq, efir. Bu 5 elementdən bizim cismimiz yaranır. Bizə cisim verirlər. Və hamısı yalançı ego enerjisinin altında baş verir. Ego ruhun adıdır. Ruhun başqa bir adı egodur. Bizim ruhumuzun başqa bir adı egodur. Amma bizə cisim verəndə, onu unutturanda, buna deyirlər yalançı ego. Cisimdən olan formamız yalançı egomuzdur. Amma həqiqi egomuz bizim ruhumuzdur. Amma əzəli ego Tanrı Allah Ali şəxsin özünə aiddir. Əzəli ego, ən böyük ego Tanrının özüdür. Bu böyük egodur. Məsəl üçün, Şrimad Bhagavatamı, Bhagavad Gita'nı açırsan, Tanrı orada nə deyir? Dayanmadan deyir, mən. Hər şeyin ağası mən. Hər şeydən həzz alan mən. Toxum verən mən, yaradan mən, saxlayan mən, dağıdan mən.
Hamının ən yaxın dostu mən. Bütün planetlərin, mələklərin başında duran mən. Hər məndir, düzdür? Bu mən demək egodur. Ha? Egodur. Amma Tanrı üçün bu həqiqidir, real. Çünki o doğrudan da belədir. Amma həmən onu o bizə verəndə, çünki biz bura tanrılıq eləməyə gəlmişik, Allahlıq eləməyə gəlmişik, bildiyin. Həmən o eqonu bizə verəndə biz başlayırıq deməyə. Mən həzzalan mənəm. Bax, hər şey mənim üçün, mənə xidmət eləməlidir. Bu torpaq mənimdir. Bu pul mənimdir. Bu filan mənimdir. Başa düşdür? Amma bu mənim deyən özü zaman enerjisinin təsiri altında müvəqqəti olduğuna görə ya illüzə olduğuna görə. Bu mənəm deməklər damcı illüzə olur. Ona görə mövcudiyyəti bax beləcə sadələşdirib bölüşdürəndə ora insan özünü düzgün aparmağı öyrənir. Nəyi ilə özünü necə aparsın? Məsələn, hissləri ilə özünü necə aparsın? Ağlı ilə özünü necə aparsın? Dərrəkəsi ilə özünü necə aparsın? Emosiyaları ilə özünü necə aparsın? Fiziki bədəni ilə özünü necə aparsın? Düşüncələri ilə özünü necə aparsın? Hər şey tələb edir düzgün yaxınlaşma, düzgün istifadə eləmə, düzgün mövqe tələb edir. Düzgün mövqe üçün gərək bax beləcə başa düşə bilsin ki, insan o necə ki, hər hansı bir aparatın necə düzəldiyini başa düşmək üçün usta götürür, onu sökür qoyur qabağına. Nədir? Sökür qoyur qabağına. Bu bunun burasıdır, bu bunun burasıdır. Başa düşür ki, bu necə yığılıb da, bir də təzədəndən yığır. Onda onun iş prinsipini yaxşı başa düşür də, ki, bunu necə işlətmək lazımdır. Eləcə də insan, bu Şirmad Bhagavatamın bu beyti, bu yaranışı elə verir ki, insana, yaranışın, o ardıcıllığın insan başa düşəndə, o insanda inkişaf edir düzgün mövqe, düzgün yanaşma. Düzgün mövqe və düzgün yanaşma. Nəyə? Öz bədəninə, hisslərinə, ağlına, dərrəkəsinə düzgün yanaşma. Taliyinə, fəaliyyətinə, fəaliyyətə də düzgün yanaşma olmalıdır. Fəaliyyəti elə necə gəldi həyata keçirmək cəhalət enerjisinin təsiri altındakı, ancaq öz rifahı, ancaq pul qazanmağı düşüb həyata keçirirsənsə, o fəaliyyət deyir ki, köləliyə səbəb olacaq. Bhagavad Gita'da Tanrı bu nətər deyir? İstənilən fəaliyyət mənə qurban kimi icra olunmalıdır. Əks halda canlı varlığın maddi dünyada kölə olmasına səbəb olacaq. İstənilən fəaliyyət Tanrıya qurban kimi həyata keçirilmirsə, o canlı varlığın maddi dünyada kölə olmağına səbəb olur. Bu aksiyomadır, bu formuladır, bu düsturdur. Bu nə qədər çox insan tez başa düşərsə, o qədər dərrakəlidir. Ona görə adam gərək gözünü qırpmadan, bu Tanrının verdiyi bu nəsiyyətləri eşidəndə insan gərək özünü qırpmadan ona təhvil versin. Tanrıya təhvil versin. Gözü qırpmadan. Belə adama deyirlər dərrəkəli adam, əsl dərrəkəli insan. Tutdu. Həqiqəti tutdu. Həmən tutdu. Gözün qırpmadan özünü təhvil verir Tanrıya. Amma dərrəkəsiz insan, hələ fikirləşir, hələ götür qoy eləyir. Şübhələrlə şübhələr doğrunda görməli. Krishna kimdə axı? Mən Krishnaya inanırım. Adi bir insan. Allahın varlığını kim sübut edir? O dünyadan kim gəlir? Ruhu kim görür? Buna deyirlər cahil insan. Bu sualların sahibkarı cahil insandır. Amma ağıllı insan da ola bilər. Bir şərtlə ki, bu sualların müticəsini versin. Bu sualları müticəsinə verən ağıllı insandır. Amma vızıvay şitonda ruslar deyir, yəni vızıvay nə tərir Azərbaycanında? Yekəxanalıqla. Verəndə belə insan özündən razı. Belə insana deyirlər cahil insan. Cahil insan. Amma onu müticəsinə versə, yəni öyrənmək əhvaləsində versə ağıllı insan. O dünyadan kim gəlir? Bu müticəsinə soruşmaq olar. Amma bir də belə var. O dünyadan kim gəlir? Amma bir də müticəsinə soruşmaq olar. O dünyadan kim gəlir? Mən bir başa salın görüm.
Onda o elə adamı başa salsan ki, elə sən özün o dünyadan gəlmirsən. Necə? Deyib, bax, boyun, puxunun, rəngin, rufun, millətin, cinsin, var dövlətin, sosial mövqeyin hardan düzülüb qoşulub? Nətər olub ki, sən məhz beləsən, başqa cür döysən. Hansı qanuna əsasən balaca boyun var, kasıb ailəsində doğulmusan. Bunlar hamısı demək ki, sən o dünyadan gəlirsən. O dünyada sən bundan qazanmısan. Harada qazanmısan? Ananın qarnında yox. O dünyada qazanmısan. Beləcə çox sadə, hər bir insana sübut eləmək olar ki, elə sən özün o dünyadan gəlmirsən. Hamımız. İndi deyildi ki, burada bir elementə də toxunuldu ki, çox vacib, ondan da biraz danışaq ki, əvvəl səs yaralıb. Səma ilə səmanın incə formasıdır. Səs səmanın incə formasıdır. Səs. Burada yazılır ki, əvvəl tam mantra, yəni səs yaranır. Arzu, yalançı ego, ondan sonra bu ikisindən sonra başlayır, səs başlayır yerdə qalanlara təzahür elətdirmək. Səs. Səsin köməyi ilə. Səs, o kobud səs var, bir də ruhi səsə qədər gedir. Səs yəni transformasiya elə bilir. Səs transformasiya elə bilir. Kobuddan ruhiyə qədər, transcendentə qədər transformasiya elə bilir səs. Məsələn, səsin elə bir səviyyəsi var ki, o səviyyədə Həzrət Brahman, bu maddi dünyanı yaradan Həzrət Brahman, necə ki, başqa dini kitablarda da belə yazılır ki, deyir, Allah ol dedi, oldu. Bildiyin? Əslində oturub belə çəkiclə, mismarla, taxta yonmaqla düzəltmirdi. Yaratmırdı. O sadəcə olaraq ol deyirdi, olurdu, bildiyin? Necə, bu nə deməkdir? Çünki deyilir ki, hər bir maddi elementin, hər bir gördüyümüz bu, duyduğumuz hər bir şeyin səs forması var, səsdə. Yəni, hər bir şeyin necə təşkil olunduğu birinci səslənir. Səslənmək onun incə formasıdır. Və sonradan həmən səsin o gətirdiyi informasiya bu maddi elementləri həmən o formanı yaratmağa vadar edir. Amma ilk əvvəl səsdə olur. İlk əvvəl səsdir, hər bir şeyin adıdır. Hər bir şeyin adı var. Ümumiyyətlə, bu dünyanın adlar dünyası sayılır. Adlar dünyası. Bu dünya adlar dünyası. Nətəri? Hər bir şeyin adı var, özü yoxdur. Ad nədir? Səsdir də, bildiyin, səs. Adı var, özü yoxdur. Niyə görə adı var, özü yoxdur? Bilsən nə üçün? İstənilən bir şeyin adını çək, onun adında forması var. Amma onun özü yoxdur ona görə ki, birazdan o olan deyil. İllüziyadır. Zaman təsiri altında o səs təzahür edir, bu maddi elementləri birləşdirir. Zaman təsiri altında da o yoxa gedir. Vyakta, avyakta edilir sanskrit dilində. Təzahür edir, bir də təzahür olunmamış ola gedir. Vyakta təzahür edir, avyakta təzahür eləmir. Əgər bu şey bir müddət var, bu fizqarmon bir müddət var, birazdan yoxdur da, dağıldı, getdi, düzdür. Amma fizqarmon sözü qalır axı. Fizqarmon özü yoxdur, dağıldı, söküldü, dağıldı, bildiyin. Amma fizqarmon sözü var. Ona görə adlar dünyasıdır. Hər bir şeyin adı var, hər kəsin adı var. Məsəl üçün, görürsən, insanlar özləri də başa düşmədən belə bir şey var. Belə çalışır ki, deyir, elə yaşamağa çalışır ki, deyir, adım qalsın bu dünyada. Bildiyin, yaxşı adım qalsın bu dünyada. Ad qalsın. Çünki o bilir ki, ancaq ad qalacaq. Hər bir insanın ancaq adı qalır, özü yoxdur. Amma adını çəkirik burada.
Burada hər bir şey zamanın təsiri altında bir müddət qalır, sonra yox olub gedir. Amma adı qalır, ad dünyasıdır. Adın arxasında da səs var, səs. Səs. Ona görə hər bir şey informasiya formasındadır, informasiya. İnformasiya səslə ötürülür. Və o informasiya da həmən o yaradılacaq şeyin vardır orada, bütün onun haqqında informasiya var. Məsəl üçün, balaca bir fleşkanın içində nə qədər informasiya var. Onu taxırsan, onu açırsan, onun içindən nələr çıxa bilər. Onun içində elə şeylər çıxa bilər ki, sən onu yarada bilərsən. Amma o əzəldən informasiya şəklindədir. Balaca. O da səs formasında yığılır. Ona görə hər bir şey səs formasında əzəldən mövcuddur. Səsdə. Məhz səsin köməyi ilə hər bir şey yaradılır, səsin köməyi ilə saxlanılır, səsin köməyi ilə dağıdılır. Dünyanı Tanrı səsin köməyi ilə yaradır, səsin köməyi ilə saxlayır. O dayanmadan kainatda bu səs var. Və səsin köməyi ilə də dağılır. Deyir ki, Quranda da var, İslamda deyir, İsrafil nur sur çalanda dünya dağılır. Sur çalanda dünya, səsin köməyi ilə də. Səs materiyanı ruha, ruhu da materiya çevirir. Səsin vasitəsilə. Və bu nöqteyi nəzərdən səs ona görə deyilir ki, insan bədənin enerjisinin 70 neçə faizi ancaq danışmağa sərf olur. İnsan bədənin enerjisinin 70 neçə faizi, 80%-ə yaxını danışmağa sərf olunur. Danışmaq üçün nəzərdə tutulur ki, insan danışsın. Səs çıxartsın. Bildiyim. Və buna görədir ki, müqəddəs kitablar, dua anlayışı var. Məsəl üçün, dua deyil, səs çıxarırsan. Dua nədir? Səs, səs vibrasiyası. Sən səs ifadə edirsən, səs çıxardırsan. Məhz səs vibrasiyası musiqi kimi təzahür edəndə bizim xoşumuza gəlir. Oynayırıq, ya qulaq asırıq. Rəqs edirsən, ya qulaq asırıq. Çünki hər şey səsdən yaranır, səsin köməyi ilə də harmoniya yaradıla bilir. Səs hər bir şeydə harmoniya yarada bilir. Baxır səsin xarakterinə. Bombanın özü partlamağı səsdir. Prosto o qədər güclü səsdir ki, o dağıdamır. Dağıdıcılıq nədədir? Bombada atanda. Orada səs. Həddindən ötə orada görür səs. Səsin şeyidir, nə deyirlər, sıxılmış forması. O təzahür eləyəndə o dağıdır hər yer. Adamın qulağı batır deyirlər. Yanında bomba partlasa birinci nə olur? Qulağın batır. Səsdir da. Qeyri-adi gücə malik olan forması. Dağıdıcı səs. Hər şey səslə yaranır. Səsin köməyi ilə saxlanır, səsin köməyi ilə. Buna görə də müqəddəs kitabların dərk olunması da səsin vasitəsilə baş verir. Buna nə deyirlər? Şabda pramana, şabda pramana sanskritində. Şabda səsdirlər. Üç cür dərk olunma var da, hansılardır? Anumana, pratyaksha, şabda. Anumana bu insanın öz hisslərin vasitəsilə, duyğusu vasitəsilə başa düşdüyü həqiqətdir. Pratyaksha bu insanın bilsən nələrdir? Analizi bir də bilsən nələr deyirlər ona? Fərziyələr. Fərz ola bilsin ki, bu belədir. Buna deyirlər pratyaksha. Alimlər bu cür hərəkət edir. Bir də deyirlər şabda. Şabda dinləmə yolu. Yəni səs gəlməlidir. Səs forması. Ona görə müqəddəs kitablar dinləmə vasitəsilə dərk olunur. Dinləmə. Dinlə. Məhəmməd Peyğəmbər sallallahu yanına gələndə də mələk ona demişdi ki, dinlə. Mən nə deyirəm, sən sadəcə olaraq dinlə. Qulaq as. Sonra təkrar elə. Nə olub, buna nə deyirlər sanskritində? Şravana, kirtana. Sonra nə gəlir? Smarana. Deyir, dinlə və təkrar elə, onda beyni və həkk olacaq. Yadında saxlayasın. Nə səs? Səsdir. Hər şey səsin var.
Ona görə burada deyir ki, səs, kobud səs var. Bir də səs yüksəyə qalxdıqca nəcibləşə deyir, çakralar alır. Hansı birinci kobud bədən səviyyəsində çakra, torpaq çakrası, sonra su çakrası, sonra od çakrası, sonra hansı? Sonra hava çakrası, sonra hansı gəlir? Efir çakrası, sonra ağıl çakrası, sonra dərrakən çakrası. Hər çakradan yuxarıya qalxdıqca səs nəcibləşə gedir. Yaradan Tanrının, bu dünyanı yaradan Tanrının hansı çakra səviyyəsindədir? Dərrakə. Həzrət Brahma orada oturdu, dərrakədə. Onun bədəni dərrakədən ibarət. Dərrakə səviyyəsində ol deyəndə olur, başa düşdün. Həzrət Brahma bir şey dərrakədən ibarət daha bədəni. Deyirdi olur və salam, təzahür edir. O səs təzahür edir həmən dəqiqə. Amma kobud səviyyədə təzahür eləmir. Ona görə Azərbaycanda deyirlər, halva deməklə ağız şirin olur. Çünki bu kobud səviyyədə bu səs elementin özündən seçilir. Amma incə səviyyə qalxanda, yuxarı qalxdıqca, səslə, yəni bir şeyin adı ilə özünün arasında fərq yoxa çıxarılır. Onun adını çəkəndə özü təzahür edir, bildiyin. Cənnət planetləri buna görə cəlb edir. Ona görə ki, orada ağlında nə düşünürsən, həmən dəqiqə təzahür edir qabağa. Məsəl üçün, sən hər hansı bir mahnını, hansı bir müğənnin mahnısını ağlında oxuya bilərsən. Düz o oxuduğu kimi oxuya bilərsən. Amma ağzından səs çıxartanda baxada bazıncı bir dənə əcayib səs çıxartır. Amma ağlında o oxuyan kimi oxuya bilərsən. O ağlındakı səs də səsdir. Sadəcə o nəcib forması. Bildiyin mi? Mistikadır bunlar belə. Mistik məsələlərdir. Metafizik. Buna görə də bu səsin transendental forması. Sırf ruhi, pak. Heç bir maddiyyatla çişlənməyən. Cənnətdə də hələ var çişlənmiş səs var. Yəni ağıl dərrakə hələ səsi çişləndirir. Nəcibdirlər, amma səsi çişləndirirlər. Amma pak səs var, pak səs. Pak səs transendental səsdir ki, bu Tanrının dərgahındadır. O pak səsdə qarışıq yoxdur. O pak səs, o pak səs məhəbbətlə, sevgi ilə doludur ağzına qədər. Sevgidən, burada səs də sevgidir. Ona görə də Tanrı da özü transendental təbiətə malik olduğuna görə, transendental, Tanrı pak ruhdur. Onun adı ilə özünün arasında fərq yoxdur. Çünki səs transendental səviyyədə o beşin özü ilə eynidir, identik. Eyni şeydir, seçilmir. Amma maddi səviyyədə, məsələn, mən burada deyəndə kitab, ancaq kitab özü yoxdur, adı var, özü yoxdur. Filan kəsin adını çəkim, hacı var, adı var, amma özü yoxdur. Buna görədir ki, biz uşaqlıqda mənim yadıma gəlir ki, mən hər hansı bir şeyə baxırdım diqqətlə, ya əlimə baxırdım, deyirdim, niyə görə buna əl deyirlər? Niyə görə buna, deyək ki, taxta deyirlər. Taxta. Bu əşya ilə onun adının arasında əlaqə axtarırdım, başa düşürsən. Bu bizim ruhi təbiətimizdən gəlir. Biz çalışırıq ki, əşya ilə onun adının arasında əlaqə axtarırıq. Niyə görə buna belə deyirlər? Buna ayaq deyirlər, buna əl deyirlər. Buna barmaq deyirlər. Barmaq, ibu, tutursan, deyirsən, bu sözlə bunun arasında nə əlaqə var? Bildiyin? Biz səslə əşyanın arasında əlaqə axtarırıq. Ne üçün? Çünki ruhi səviyyədə bu eyni şeydir. Ruhi səviyyədə bir şeyin adı ilə özü eynidir. Bildin nətədir? Ona görə Tanrının dərgahında insanın arzulamağı ilə həyata keçməyi üst-üstə düşür. Həmən dəqiqə. Bir şeyi arzulamağınla həyata keçməyi üst-üstə düşür. Hətta cənnət planetlərində belə bir şey var. Ağlında nə təsvir edirsənsə, sənə cənnət planetləri var. Orada əqildən ibarətdir bədən əsasən, 78 var. Orada ağlında nə keçirdirsən, qabağında təzahür edir və sən həzz alır. Bildin nətər? Burada nağıl sayılır o şey. Amma belə planet sistemləri. Ağlından nə keçirdirsən, qabağında təzahür edir. Sən həzz alır. Bu cənnət planeti. Bəs
Bizdə qurşaqdan yuxarı cənnət planetləridir. Bizim bədənimiz kainatın mini modelidir. Qurşaqdan yuxarı hamısı cənnət planetləridir. Qurşaqdan aşağı hamısı cəhənnəmdir. Cinsiyyət orqanından aşağı. Belə qısa bir izah. Ona görə Tanrının deyirlər ki, adı ilə özünün arasında fərq yoxdur. Məhz buna görə müqəddəs kitablar, müqəddəs şəxsiyyətlər zikr eləməyi məsləhət görürlər. Çünki sən Tanrının adını çəkəndə faktiki olaraq ondan ünsiyyətə girirsən. Amma sən onu deyərsən ki, mən nətər bunu, o sən milyon% eşidir, milyon% görür və sən milyon% cavab da verir. Sən sadəcə olaraq hələ bu səsi tərənnüm edirsən ki, sən onu eşitməyə, onu duymağa, mane olan, içində olan bütün elementləri çıxardasan içindən. Tanrının səsini eşitməyə, onu duymağa imkan verməyən sənin ürəyində çoxlu çirklər yığılır. Onların adları nədir? Egoizmdən başlayır, yalancı ego, şəhvət, qəzəb, təkəbbür, lovğalıq. Bunların hamısı sənin ürəyi çirkləridir ki, bunlar imkan vermir ki, sənin Tanrı səndən 24 saat sutkada danışır. 24 saat sutkada o bizlə danışır. Bizə nəsə deyir. Kim deyə bilər ki, onun vicdanı haçansa yatır? Onun vicdanı həmişə o yaxdır. Və hər sekund ona nəsə deyir. Hər saniyə, düzdür? Və kimdir? Tanrının səsidir də vicdanın səsi. O bizlə hər saniyə danışır. Biz onu eşitmirik, qəlbimizin çirklərini. Ona görə sən onun adını tərənnüm eləyəndə, o səni eşidən, hər saniyə səni eşidən və hər saniyə səndən danışan, sənin dedikləri hər saniyə eşidir səni və sənə cavab da verir. Sadəcə olaraq hələ bu tərənnümü o qədər eləməlisən ki, sənin ona sənə cavab verdiyin, duymağa mane olan keyfiyyətləri ürəyindən təmizləyəsən. Bu təmizlənmə prosesidir. Buna sanskrit dilində nə deyirlər? Anartha nivritti prosesi. Amma anartha nivrittidən qabaqda nədir? Bhajana kriya, praktika. Bhajana kriyadan qabaqda nədir? Sadhusanga. Bu praktika ilə məşğul olan insanlarla daim ünsiyyətdə olmaz. Sadhusangadan qabaqda nədir? Şradha, inam. Birinci gərək inanasan. İnanmasan, inam nədir? İnam ödəncdir, ödənc. Heç nə ödənişsiz almaq mümkündür. Ona görə də alimlərin nəzərinə çatdırmaq istəyərdim ki, onlar görmürlərmi ki, bu dünyada heç nəyi ödəmədən almaq mümkündür. İndi belə bir transendental biliyi, hər şeyin mahiyyətini anlamaq qabiliyyətini nətəri ödəməmiş almaq istəyirsiniz. Ona görə ödənc kimi, girəz kiçik inam verəsən ki, onun əvəzində sənə nəsə versinlər, sızdırsınlar. Ödənc vermədən, yəni inam adında ödənc vermədən, insan özü əldə nə eləyirsə, o özünün və başqalarının son nəticədə Tanrının əksinə istifadə edir. Çünki bərəkətsizdir. Bərəkətsiz şey insanın əksinə işləyir. Bərəkətli nə deməkdir? Tanrını razı salmaqla əldə olunan hər bir şey bərəkətli sayılır. Tanrını razı eləmədən əldə olunan hər bir şey bərəkətsiz sayılır. Və bərəkətsiz hər bir şey insanı tənəzzülə aparır. Tənəzzülə, mənəvi tənəzzülə. Amma bərəkətli hər bir şey insana həm maddiyyatı verir, həm də mənəviyyatı.